Deməli, müəllimlər, hər birimizin özünün müxtəlif cür öyrənmə tərzlərimiz var. Bu bizdə də belədir, şagirdlərimizdə də belədir. Bizim dördlərimizə düşür ki, müxtəlif mövzunu müxtəlif yollarla öyrənmək üçün, bax bu öyrənmə tərzləri nədir? Onları bilməliyik və şagirdlərimizi düzgün istiqamətləndirməliyik. Öyrənmə tərzlərinin 4 əsas növü var. Elə uşaqlar var ki, elə insanlar var ki, deyək, vizual öyrənir, görərək. Elə şagirdlərimiz var ki, deyir ki, mən filan kəs danışır, müəllim. Mən onun dediklərindən, yaxud da sizin dediklərinizdən eşidərək öyrənirəm. Elə uşaqlar var ki, kinestetikdir, toxunaraq öyrənmə daha yüksəkdir. Elə uşaqlar da var ki, oxuyub yazaraq öyrənmək müxtəlifdir. Bizə öhdəmizdə nə düşür? Öhdəmizdə o düşür ki, bax sən bunları bil və müəllim kimi uşaqların öyrənmə tərzlərinə uyğun şəkildə üsullardan istifadə edir. Məsələn, vizual öyrənənlər görərək, şəkildən, xəritə ilə, qrafikdən istifadə etməyə çox sevirlər. Yəni onlar məlumatı görməyə üstünlük verirlər, beyinlərində onu vizuallaşdırırlar. Üsul olaraq onlara şəkli kartlardan istifadə etmək, qeydlərin şəklini çəkmək, rəngli tapşırıqlar, rənglərlə işarə eləmək kimi bir çox üsullarla istifadə edə bilər. Elə uşaqlarımız da var ki, eşidərək öyrənmədir. Onlara da əsas öyrənmə dinləmə olduğuna görə ucudan oxu, ucadan danışaraq öyrən, yoldaşınla müzakirə et, səsli qeydlər apar kimi tapşırıqlar verə bilər. Elə uşaqlarımız da var ki, kinestetik öyrənərdir. Toxunaraq, müzakirə edərək, quraraq, yaradaraq. Məsələn, Lego ilə, mexanizmlə kinestetik öyrənənlər daha yüksəkdir. Məsələn, uşaqlar var ki, məsələn, bizdə şərti işarələr var. Onlar özləri, məsələn, deyirəm ki, ayrıca kartlar düzəldin. Sonra o kartları bir-birinə uyğunlaşdırın. Tutaq ki, şərti işarələr ayrıca. Görürəm ki, bu müəyyən uşaqlar var ki, onu edir, hazırlıqdan söhbət gedir. Təbii ki, dərsdə biraz onu çatdırmaq məsələsi var. Elə uşaqlar var ki, deyir ki, hə, mənim xoşuma gəldi, elə belə uyğunlaşdıram, bir-birinin üzərinə qururam. Lego kimi də elə bir qurur. Hə, öz-özümə deyirəm ki, bunda kinestetik öyrənmə yüksəkdir. Bir də elə şagirdlər var ki, deyir ki, Aytaçın, mənim kitabda çox maraqsızdır. Siz elə deyin əsas şeylər, mən onları yazım, qeyd edeyim. Bunlar da oxuyub yazaraq öyrənənlərdir. Təbii ki, hər birimizin müxtəlif öyrənmə tərzi var və istədiyimiz və öyrənmə tərzindən də bizim elə ola bilər ki, bəzən eşidərək öyrənirik, bəzən vizual, bəzən. Yəni, bu belə bir məhdudiyyət yoxdur. Bu istisna hallarda ola bilər. Amma bizdə hərəmizdə bir dənə öyrənmə tərzi var ki, çox qabarıqdır. Bax, onu burada test var əzməmlər. Zəhmət olmasa, dərsdən sonra özünüz üçün bunu eləyərsiniz. Bu elə belə bir şeydir. Yəni, sadəcə hər birimizin sualları cavablandırın. Cavablandırandan sonra burada yoxlayın. Görün, siz məsələn, A cavabı çoxdursa vizualsız, B çoxdursa audialsız, C çoxdursa psixolojidir də, D çoxdursa oxuyub yazaraq. Özünüzə yaxşı olar ki, bunu bir test eləyəsiniz, müəyyənləşdirəsiniz ki, görün sizdə hansı öyrənmə daha qabarıqdır. Məsələn, məndə vizual şəkildədir, vizual öyrənmə yüksəkdir. Yəni, görmək, yadda saxlamaq, təsəvvür eləmək önəmlidir. Məsələn, oxuyub yazmaqdan, yaxud da ki, eşitmək, bu kimi şeylər məndə o qədər də yüksək deyil. Yəni, bu test eləmişəm, A variantı daha çox çıxıb. Siz də eləyərsiniz. Özünüz üçün düşünürəm ki, maraqlı olar. Öyrənəsiniz ki, sizdə hansı öyrənmə tərzi daha maraqlıdır. Bu qədər.